Hər kəsə salam, mən Aygün. Yeni bir video ilə qarşınızdayam. Bugün mən sizə rəng və üst formanı eyni anda necə etmək olar, onu göstərəcəm. Amma bir-iki nüans və sir var ki, onu sadəcə onlayn kursda öyrənə biləcəksiniz. Video sona qədər izləyin, ətraflı məlumat sizə veriləcək. Proses eynidir. Bütün prosedurlarda olduğu kimi kutiklamızı təmizləyirik, kəsirik, üzərini baflayıb, tozunu silib, primer bazasını vururuq və daha sonra keçirik əsas məsələyə. Amma ilk öncə mən sizə bu kurs haqqında kiçik bir məlumat vermək istəyirəm ki, bu kurs Azərbaycanda 3-4 ay öncə mən bir xanımda görmüşdüm. TikTokda qabağıma çıxmışdı. 350 manat dedi, səhv etmirəmsə kursun qiymətini. Amma gərək bu kursu aldıqda siz həmin xanımın əvvəlki bir kursunu alasınız, daha sonra bu kursu əldə edə bilərsiniz və beləliklə gəlib hardasa 500 manat üzərinə çıxırdı. Türkiyədə Azərbaycan kökənli bir xanım bu kursu keçir. O xanımda da həmin özü keçərsə $300 civarındaydı. Kuratorları keçərsə $250-200 civarındadır və onda da həmçinin gərək hansısa bir kursunu, bundan əvvəlki kursunu alasınız, daha sonra bu kursdan keçə bilərsiniz. Ruslarda isə bu kurs 300+, 500+ manat civarındadır. Amma Azərbaycanda ilk özüm olacağam ki, bu kursu tamamilə münasib qiymətə keçəcəm sizə və çox rahat öyrənəcəksiniz. 3 videoya siz bu texnikanın hamısını biləcəksiniz. Bu texnikanın 3 növü var, hansı ki bu birinci növüdür. Birinci növdə diblərdə biraz boşluq qalır, onu sonradan doldurmağa ehtiyac var. 2 qat nazik, orta naziklikdə qatı çəkib aparatda quruduruq. Daha sonra üzərinə şəffaf gel, istədiyiniz şəffaf gel istifadə edə bilərsiniz. Şəffaf geli vururuq, dırnağımızın üzərinə yapışdırıb, üzərindən qurutduqdan sonra alt hissəsini çeviririk. Çünki alt hissəsi hələ tam qurumayıb. Alt hissəsində artıqları götürdükdən sonra yenidən qoyuruq aparata qurumağa. Və budur, formanı çıxartdıqda görürsünüz, çubuqla da yoxladım. Formanı özü ilə də yoxladım. Heç bir boşluq, heç bir belə gel qurumaması yoxdur. Gel tamamilə quruyub, rəng tamamilə quruyub. Burada da formanı verirəm. Və dibdə bir damcı ehtiyac var ki, dolsun. O diblərini də doldurduqdan sonra hazırdır. Üzərindən topunu çəkirik. Topu çəkməmişdən öncə dırnağın üzərini, lakın üzərini yüngül baflamaq lazımdır ki, top soyulmasın. Və baflayıb topu çəkirik, alt hissəsinə baxırıq. Əgər çıxıntı varsa frezlə onu götürürük. Məndə burada yüngül çıxıntı var idi, onu götürdüm. Daha sonra alt hissədən də istəsəniz top vura bilərsiniz və budur, möhtəşəm nəticə. Sonunda isə mən istəyirəm frezlə üzərindən keçim, təmizləyim. Baxın ki, gel tamamilə quruyub. Və dediyim kimi, kursun qiyməti olduqca münasibdir. İstəsəniz, mən burada Instagram səhifəmi qoyacağım sizin üçün. Həmin səhifəyə yazıb maraqlana bilərsiniz. Bu arada, əvvəlki Instagram səhifəm artıq işlətmirəm. Yeni səhifədəyəm. O səhifənin adını qoyacağım burada. İstəsəniz yazıb məlumat ala bilərsiniz.